Bərdə rayonunun Güloğlular kəndində su təchizatının yaradılması münasibətilə mərasim təşkil olunub. Mərasimdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin və Bərdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, Güloğlular kənd sakinləri bugün keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, kənddə su təchizatının yaradılması layihəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilib. Bunun üçün əhalinin keyfiyyətli içməli suya əlçatanlığının təmin edilməsi məqsədilə mövcud subartisiyan quyusu bərpa edilib. Bərpa edilən subartisiyan quyusunun suyunun cod olması səbəbindən suyun keyfiyyətinin yaxşılaşdırılması nəzərə alınaraq, gün ərzində məhsuldarlığı 50 kub metr olan membran texnologiya əsaslı tərs osmos tipli modul su təmizləyici qurğular kompleksi quraşdırılıb. Modul tipli su təmizləyici qurğudan emal edilən keyfiyyətli suyun əhalinin istifadəsinə çatdırılması üçün 1,5 km uzunluğunda su xətti çəkilib. Əhaliyə verilən içməli suyun təhlükəsizliyinin təmin edilməsi məqsədilə suyun zərərsizləşdirilməsi də qurğuda nəzərdə tutulub. Kənd sakinləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, Güloğlular kəndində 712 fərdi yaşayış evi olmaqla 3178 nəfər içməli su ilə təmin olunub. Bərdə rayonu Güloğlular kənd sakini Əliyev Müfaqət İbrahimoğlu. Bizim kənd qədimi kəndlərdən biridir. Uzun illərdir, hardasa 50-60 ildir kəndə kənardan su daxil olmur. Çox böyük çətinlik yaranmışdı, içməli su problemi yaranmışdı. Allah devlətimizi, prezidentimizi, Ali Baş Komandanı qorusun. Biz müraciət elədik ki, belə bir vəziyyətdir. O da bu sistemin ayrılması üçün vəsait götürürlər. Yəni, Su Ehtiyatları Agentliyinə də müraciət eləmişdik. Sağ olsunlar, gəldilər, böyle bir neyməti bizim üçün qurublar. Yəni, elə bir gözəl neymət ki, su məsələsi. Bilirsiniz də, birinci növbədə insan sağlamlığının elə mənbəyi oradan gəlir. Yəni, su gözəl neymətdir. Allah kim burada əziyyət çəkirsə, o idarə müəssisə təşkilatlarına hamısına öz təşəkkürümüzü bildiririk. Bir də cəmaatına elə burada müraciət edirəm ki, qurulan bu işi qorumalıyıq biz. Yəni, burada bulaqlar tikilib, bulaqlarda nəzarət olunmalıdır. Su artıq istifadə olunmasın, axmasın, getməsin. Bulaqlarda krantları koruyub saxlamalıyıq biz. Allah burada əziyyət olanların hamısına yenə deyirəm, təşəkkür edirik, can sağlığı versinlər. Yəni, rayonumuzda Suvarma Sistemləri İdarəsinin müdürü Vüqar müəllim çox əziyyət çəkdi. Onun işçiləri burada çox əziyyət çəkdi. Hər şey operativ qaydada edir. Sonra şirkət tender olmuşdu, o şirkətin işçiləri çox əziyyət çəkdilər burada. Yaxşı iş görüblər, çox razıyıq. Əliyev İsa Əloğlu, Güloğlular sakiniyəm. Bütün kənd adından sizə minnətdarımızı bildirim. Allah Taala dövlətimizi var eləsin. Biz çox əziyyət çəkirdik. İçməli suya görə çox əziyyət çəkirdik. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.